Zaur Baxşəliyev canlı efirdə sağlamlıq problemi yaşadı, aparıcı hipertonik kriz keçirib. Tanınmış televiziya aparıcısı Zaur Baxşəliyev ötən gün ATV-də yayımlanan məşhur Bizimləsən verilişində gözlənilmədən səhhətində ciddi problem yaşayıb. Big AZ xəbər verir ki, aparıcı özü hadisə barədə danışaraq tamaşaçılara açıqlama verib. Onun sözlərinə görə, canlı efirə çıxmazdan öncə qan təzyiqi qəfil yüksəlib və bu səbəbdən hipertonik kriz keçirib. Zaur Baxşəliyev deyib, bir saat efirə çıxa bilmədim. Çünki halım yaxşı değildi. Verilişə çıxıb insanların üzərinə yıxılmaq istəmədim. Mən reytinq üçün sağlamlığımı təhlükəyə atmıram. Mənim üçün əsas tamaşaçıya doğru və dürüst xidmət göstərməkdir. Məlumata görə, aparıcının səhhətində yaranan gərginlik səbəbindən verilişin startı gecikib. Tamaşaçılar efirin başlamamasına görə narahat olublar. Daha sonra aparıcı efirə qoşularaq öz halı barədə açıqlama verib və izləyiciləri arxayınlaşdırıb. Həkimlər bildiriblər ki, hipertonik kriz yüksək təzyiqin qəfil və sürətli şəkildə qalxmasıdır. Bu vəziyyət baş ağrısı, başgicəllənmə, ürəkbulanma, zəiflik və hətta huş itirmə ilə müşayiət oluna bilər. Şiddətli hallarda xəstə təcili tibbi yardıma ehtiyac duyur. Aparıcı efirdə emosional çıxış edərək sağlamlığının hər şeydən önəmli olduğunu vurğulayıb. Mən heç vaxt tamaşaçı qarşısında süni davranmaq istəmirəm. Halım yaxşı deyildisə, səhnəyə çıxmağım düzgün olmazdı. Mənim işim reytinq dalınca qaçmaq deyil. Mən insanlara faydalı olmaq üçün buradayam. Mütəxəssislər bildirirlər ki, televiziya kimi gərgin iş rejimində çalışan insanlarda belə hallar tez-tez rast gəlinə bilər. Onlar aparıcıya və ümumilikdə yüksək təzyiq problemi yaşayan hər kəsə sağlam qidalanma, istirahət rejiminə əməl etməyi, stressdən uzaq durmağı və mütəmadi həkim nəzarətində olmağı tövsiyə ediblər. Xatırladaq ki, Zaur Baxşəliyev uzun illərdir televiziya məkanında fəaliyyət göstərir. O, müxtəlif formatlı layihələrə rəhbərlik edib və bugün ATV-nin ən reytinqli layihələrindən biri olan Bizimləsən verilişini aparır. Hər zaman səmimiyyəti, emosional çıxışları və tamaşaçı ilə yaxın ünsiyyəti ilə seçilən aparıcı, bu dəfə də səhhətindəki problemi gizlətmədən paylaşaraq tamaşaçı sevgisini daha da qazanıb. Hadisə göstərdi ki, hər bir televiziya işçisinin arxasında canlı insan dayanır və onların da sağlamlığı ön planda tutulmalıdır. Zaur Baxşəliyevin sözləri bir daha sübut etdi ki, efirdə səmimiyyət və dürüstlük tamaşaçı üçün hər şeydən vacibdir.